Bəli, Çinarə, vurğuladığın kimi son illərdə ölkəmizdə valideyn himayəsindən məhrum olan uşaqların övladlığa verilməsi ilə bağlı işlər və təşviq etmə prosesi son sürətlə davam etdirilir və elə statistik məlumata görə keçən il ərzində valideyn himayəsindən məhrum edilən 149 uşaq yəni övladlığa götürülür və təbii ki, bu sevindirici bir haldır və indiki məqamda övladlığa uşaq götürmək istəyənlərin yəni həmin şəxslərə maraqlandıran bir sıra suallar var. Ümumiyyətlə, subay və yaxud da evli olmaq vacibdirmi? Neçə yaş arası şəxslər övladlığa uşaq götürə bilər və xarici vətəndaşlar mı daha çox götürə bilər? Bununla bağlı detallı informasiyaları, suallarımıza cavabı qonağımız Sosial Xidmətlər Agentliyinin əməkdaşı Əhməd Mansurovdan əldə edəcəyik. Xoş gördük, Əhməd bəy. Suallarımız çoxdur, sadaladım, suallarımı qeyd elədim, sizdən cavabları eşidək. Demək, övladlığa götürmə sayəsində dövlət siyasətinin tənzimlənməsinin həyata keçirilməsi ilə bağlı tədbirlər haqqında fərmana əsasən övladlığa götürmə sayəsində idarəetmənin təkmilləşdirilməsi və səlahiyyətlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən övladlığa götürmə sayəsində övladlığa götürmənin uşağın mənafeyinə uyğunluğunun müəyyən edilməsi ilə bağlı sosial işin case management alətləri tətbiq olunur. Belə ki, Sosial Xidmətlər Agentliyi tərəfindən çox funksiyalı komandanın iştirakı ilə multidisiplinar xarakterli tədbirlər həyata keçirilir. Burada uşağın övladlığa götürmənin uşağın mənafeyinə uyğunluğunun müəyyən edilməsi əsas şərtdir. Belə ki, ailə mühiti uşaqların daha yaxşı inkişafına, cəmiyyətə uyğunlaşmasına və onların gələcəyinin daha parlaq olmasına şərait yaradır. Və övladlığa götürmə sayəsində də xidmətlərin təkmilləşdirilməsi bunu özündə ehtiva etmişdir. Beləliklə, övladlığa götürmə sayəsində xidmətlər elektronlaşıb və müvafiq qanunvericilik aktlarına dəyişikliklər edilmişdir. Övladlığa götürmə mərhələsi 3 mərhələdən ibarətdir. Burada övladlığa götürən şəxslərin sota alınması, övladlığa götürmənin uşağın mənafeyinə uyğunluğunun müəyyən edilməsi və məhkəmə qərarının qəbul edilməsidir. Qanunvericilik uyğun olaraq müəyyən yaş tələbləri, ailə vəziyyəti, gəlir səviyyəsi, maddi məişət şəraiti və sağlamlığa cavab verən şəxslər övladlığa götürmə ilə bağlı müraciət edə bilərlər. Müraciət notarial ərizənin alınması və elektron qaydada sosial portalında şəxsi kabinetin yaradılması ilə başlayır. Daha sonra Sosial Xidmətlər Agentliyinin müvafiq əməkdaşları tərəfindən ailə ilə əlaqə saxlanılaraq onların motivasiyası, övladlığa götürmə məqsədləri müəyyən edilir və bununla bağlı gələcək perspektivlər müəyyənləşdirilməsi üçün, uşağının mənafeyinin müəyyənləşdirilməsi üçün növbəti mərhələlərin, yəni təlim mərhələsinin, imtahan mərhələsinin keçirilməsi üçün bir zəmin yaranır. Və növbəti mərhələdə məhkəmə qaydası ilə müəyyənləşən övladlığa götürmə müəyyənləşdikdən sonra, rəsmiləşdikdən sonra yenə də Sosial Xidmətlər Agentliyi tərəfindən övladlığa götürmənin monitorinqi həyata keçirilir. Əhməd bəy, bir sual verim, konkret cavab istəyirəm. Neçə yaş olmalıdır ki, bir şəxs övladlığa uşaq götürə bilsin və yəni eyni zamanda həmin şəxsin əcnəbi olub-olmaması, ailə vəziyyəti, bu suallarımıza da qısa cavab eşidək? Demək, 30 yaşda qədər olan 30 yaşdan yuxarı subay şəxslər üçün 30 yaşda müəyyənləşib, övladlığa götürmənin üst həddi müəyyən edilməyib, 55 yaşadək olan şəxslərə üstünlük verilir və 25 yaşdan etibarən evli şəxslər övladlığa götürmə ilə bağlı müraciət edə bilər. Habelə övladlığa götürülən uşaqla övladlığa götürən şəxs arasında 18 yaş fərq olmalıdır. Bir məqamda qeyd edirik, əcnəbi uşaqların və yaxud da əcnəbi şəxslərin övladlığa uşaq götürülməsi bir cümlə ilə bu fikrinizi eşidək bu istiqamətdə? Əcnəbi şəxslərin övladlığa götürülməsi ilk öncə sota alınmaqla bağlıdır. Bu beynəlxalq qanunvericiliklə, habelə Ailə Məcəlləsi ilə tənzimlənir. Eyni qaydalar tətbiq olunur. Bir nüans nəzərə alınır ki, əcnəbilər tərəfindən övladlığa götürülmə baş verdikdə
Azərbaycanda övladlığa verilmə imkanları az olan uşaqların daha çox onlara verilməsi sistem tərəfindən nəzərə alınmışdır. Təşəkkür edirəm ətraflı şəkildə suallarımıza cavab verdiyiniz üçün və elə son illərin ən aktual məsələlərindən biridir ki, övladlığa uşaq verilmə prosesi hansı formada həyata keçirilir və elə biz də tamaşaçıları maraqlandıran sualları məhz elə Sosial Xidmətlər Agentliyinin əməkdaşına ünvanladıq və cavabları almış olduq. Çatdıra biləcəkləriniz bu qədərdir, söz yenidən sizdədir. Təşəkkürümü bildirirəm rəqsənə məlumatları bizə ötürdüyünə görə.